Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 33-cü il dönümünə həsr olunmuş Heydər Əliyev ideyalarından güc alan 33 il, Bir Qərinəlik Yol adlı tədbir və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə şənlik keçirilib. Tədbirdən öncə YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. O, dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq partiyanın yalnız ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib. Milli Məclisin deputatı YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında qeyd edib ki, bugün sürətli inkişaf edən müstəqil ölkəmizi uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının şöbə müdirinin müavini Rafael Gülməmmədov çıxışında partiyanın təsis olunmasının tarixindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin siyasi strategiyası nəticəsində bugün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söyləyib. Mina Təmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında qeyd edib ki, YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Natiqlər xanımları da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup fəal fəxri fərmanla təltif olunub. Sonra partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbir bədii hissə ilə davam etdirilib.